Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə mediadan daxil olan vətəndaş şikayətinə əsasən Çin Xalq Respublikası istehsalı olan 15 sentyabr 2023-cü il istehsal tarixli və 202-309-15 seriyalı vakuumlu qanalma iynəsi, kəpənək dediyimiz 23G adlı tibb vasitəsinin qablaşdırmasında çapla bağlı müəyyən nöqsanlar aşkar edilmişdir. Belə ki, həmin məhsulun üzərində yararlılıq müddəti 14 sentyabr 2023-cü il olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix 14 sentyabr 2028-ci il kimi düzəldilib. Həmin şikayət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-27 noyabr tarixli 460 nömrəli qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin geri çağırılması qaydasının 1.3-cü bəndinə uyğun olaraq Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsində əsasən qeyd olunan seriyalı məhsul geri çağırılmış və onun ölkə idxalı, eləcə də ölkə daxilində topdan və pərakəndə satışı qadağan edilmişdir.